Deməli, Nissan Maxima-da pereboy var maşında. 2 gündə əlləşirəm, tapa bilmirəm. Babin, farsunka, sveçə, motor hamısı yoxlandı. Hamısını sıkıntı elədim. Axırda nə də dirənib qalmışam. Время накопления катушка зажигания. Bax budur. Bu normal işləyən silindrdədir. İndi keçirik bu birisi silindrə. Bu da normaldır. Bir dənə bax bu silindirdə problem var. Yoxdur. Время накопления çox zəifdir, iskra da çox zəifdir yəni. Sveçanın ucunda zadda da görürsən. Sonra keçdik bu üst tərəflərə. Bu da normaldır. Geçtik buna. Bunda da yok kimi bir şeydi. Geçtim buna. Şimdi burada da normaldir. Yani bu maşının defekti budur. Yani maşında nasazlıq eləyəndə bax bu belə bir proses alır. Həmən xarab katuşkalarda, eminli karavan alanlarda. Çıxardaq buna qoşaq. Время накопления belə dəyişir.